qəhbəli iş, sukalıq iş, polisə dəstək, işverənlik yaradırlar. Əvvəl işverənə göt kimi baxırdılar. İndi Rauf Azərbaycanın nədir o, elitası sayılır sukalığına görə. İlham Əliyev ona medal verir. Qəhbəliyi bu günləri bunlar başucalığı eləyiblər. Ona görə də bu hakimiyyət getməlidir, gedəcək də. Və bunun da hamısı bu 91-lərlə bu Heydər Əliyev gələndən sonra oldu. Yavaş-yavaş amonları qırdılar, sözü deyənləri, ziyalıları, çoxsunu söz deyən adamları Elmar kimi adamların ağzından atdılar. Neynədilər? Qəhbəliyi, götəgirənliyi təbliğ elədi. Murtuz üzdən İraq idi, indi oğlu qəhbə saxlayan Fuad Ələsgərov prezident aparatında bütün hüquq mühafizə orqanlarına nəzarət edir. Niyə? Atası spiker olub, oğlu da bu günləri prezident aparatında bütün hüquq mühafizə orqanlarına nəzarət edir. Özə Ramiz Mehdiyevdən kürüxadır. Güya bunlar Ramiz Mehdiyevə salam verənləri axtarırlar. Tutun da Fuad Ələsgərov. Bütün tədbirlərdə, bütün hər yerdə Fuad Ələsgərovla Murtuz Ələsgərovun oğlu Ramiz Mehdiyev bir yerdə olub. Niyə tutmursunuz ki? Bir ara bir dənə şəkil krutit elədilər ki, Ramiz Mehdiyev gedəndə oğlunu özü ilə aparır hər yerə. Şəkilin bir tərəfində də Fuad Ələsgərov idi. Və niyə o şəkillər yığışıldı? Niyə Fuad Ələsgərov cəza almır? Verin də. Özü prezident aparatında Azərbaycan vətəndaşına zülm eləyən, haqsızlıq eləyən ən qəhbə sistemin başında Fuad Ələsgərov dayanır. Niyə? Və mən neçə vaxtı deyirəm ki, narkotiki İmişlidə Fuad Ələsgərov şəkər zavodunda istehsal elətdirir. Niyə baxan yoxdur? Mən neçə vaxtı deyirəm ki, indi düşüblər aksizsiz siqaretlər. Görün mənim əvvəlki canlı yayımlarımda daimi izləyicilərim bilər. Həmişə deyirdim ki, Azərbaycanda bütün aksizsiz siqaretləri satdıran arvadları qəhbə Fuad Ələsgərovdur. Niyə? Fuad Ələsgərov demişəm. Deyəm bir dənə qəhbənin burada qızının bir dənə bomba şəkli var. Onu da qoyacam bura. Fuad Ələsgərov, sən hardan almısan? Sənin qəhbə qızın hardan alıbdır? Bax, bu Fuadın qəhbə qızıdır, bax. Bax. Deyəm, qoyun bunu bura. Gör, nə idi. Bax, Fuad Ələsgərovun qəhbə qızıdır, bax. Buna bax. İndi bilmirəm, neçənci arvadından olan qızıdır. Amma Fuad Ələsgərovun qızıdır. Babat da şeydir, hə? Qəşəng valikdir. Götün oğlu göt Fuad Ələsgərov. Bu günləri sənin adını niyə heç kim çəkmir? Bir qabil danışır, bir mən, hə? Qəhbə saxlayan. Sən prezident aparatında nəyə görə oturmusan, Fuad Ələsgərov? Mən indi sənə söyürəm ki, o sonra deyirlər, sonradan niyə? Mən hamınızın qulağınız eşidə-eşidə sizin arvadlarınızın, qızlarınızın ağzına verirəm ki, sonra deməyəsiniz ki, sonradan söyür. Yox, sonradan yox. Və mən Azərbaycana gələndə Fuad Ələsgərov, sən bu qəhbə qızıvı gətirib özün mənə verəcəksən ki, hansı qızımı istəyirsən? 15 dənə qızım var, 7 dənə qəhbədən. Aydındır Fuad Ələsgərov. Güya Fuad Ələsgərov pulu yoxdur. Baxın ha, polisə, prokurorluğa, hərbi prokurorluğa və korrupsiya idarəsinə nəzarət eləyən bir şöbənin böyüyüdür. Aydan arı, sudan durudur. Bunun bir korrupsiyada əməli yoxdur, milyardları yoxdur. Adı bir yerdə hallanmır. Xeyr ola. Neçə dənə nazir yola salmısan? Xınabaş Petuq Ramil Yusufovu yola saldın, indi Vilayət Eyvazova nəzarət edirsən, polisə nəzarət. Alkoqolik Zakir Qarolov Duşoğlunu yola saldın, yerinə arvadı qəhbə Kamran Həsənovu qoydun, ona nəzarət edirsən, hə? Korrupsiya generalı dəyişdi, Kamran Əliyevin vəzifəsi yuxarı getdi, indi başqa bir korrupsiya generalı qoymusan, ona nəzarət edirsən. Hərbi prokuror Kürd Vəliyevi yola saldın, yerinə başqa prokuror, hərbi prokuror təyin elədin, ona nəzarət edirsən, hə? Bunlar necə olur? Bu nazirlərin hamısı dəyişir. Hamısı da sənin kurasiyandadır. Sən bu nazirlərdən pul almamısan, hə? Hay sənin Fuad Ələsgərov. Lişni sənin arvadlarının, qızlarının, gəlinlərinin dilinin üstünə qrup bavoy çiliyək. Mən bunu deyə bilərəm. Bax, bu qızıvı da özün gətirəcəksən, Fuad. Aydındır? Özün gətirəcəksən. Buyur Elman, necə şeydir? Xoşuna gəlir? Səni